Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün DİM-dən proqram təminatı bölməsindən 77-ci sualın izahına baxacağıq. Həmçinin 77-ci sual 2023-cü ilin qəbul suallarından biridir və klaster məsələlərinə aiddir. Deməli, burada verilib ki, cədvəldə faylların adları və onların informasiya həcmləri verilib və bizə klasterin ölçüsünü isə verib 4 kilobayt. Klasterimizin həcmi 4 kilobayta matrixdə yerləşdiyini nəzərə alaraq bütün səs faylları. Deməli, səs fayllarından söhbət gedirsə, gəlin görək səs fayllarımız hansılardır. Baxın, burada səs faylları, ümumiyyətlə faylın hansı fayl tipinə aid olduğunu biz onun genişlənməsinə baxıb bilirik. Səs fayllarımız MP3-dür, Wave'dir və bir də MIDI-dir səs faylları. Aha, səs faylları tapdıq və hər bir səs faylında həcmini bizim üçün verib. Baxaq, davam edək sualımızın izahına. Deməli, fikir versək, görəcəyik ki, bizə klaster verib. Yəni, biz tapmalıyıq ki, 33 kilobaytlıq MP3 faylı, 37 kilobaytlıq səs faylı, Wave faylı və MIDI üçün neçə klaster lazım olacaq və həmin klasterə görə yaddaşda nə qədər yer tutacaq. 33 kilobaytlıq bir MP3 faylıdırsa, 4 kilobaytlıq klasterdən neçə dənə klaster lazım olduğunu tapmaq üçün 33-ü biz böləcəyik 4-ə. 33-ü 4-ə böləndə düşəcək 8 tam neçəsə, bu da 9 klaster edir. 9 klaster hərəsi 4 kilobaytdan edəcək 36 kilobayt. Sonra 37 kilobaytı 4-ə böləndə düşəcək 9 tam neçəsə, bu da edəcək təxmini 10 klaster. 10 klaster hərəsi 4 kilobaytdan edəcək 40 kilobayt. Sonra 49-u böləcəyik 4-ə, bu da düşəcək 12 tam neçəsə, yəni 13 klaster. 13-ü də 4-ə vuranda edəcək 52 kilobayt. Hamısını cəmlədikdə 128 kilobayt edəcək. Deməli, bütün səs faylları diskdəki informasiya həcmlərinin cəmi 128 kilobayt imiş.